Dönemin Müdafiə Naziri Rəhim Qaziyev Şeş görüşündə Qraçovla görüş keçirir aprel ayında. Burada məlum olur ki, Moskva Azərbaycanda çeviriş eləmək istəyir. Bu söhbətlərdə iştirak eləyir. Əzim Talibovun gündəmə gəldiyini görən Rəhim Qaziyev Qraçova təkidlə təsir etməyə çalışır ki, siz niyə Komünist Partiyasının katib olmuş, artıq nüfuzda getmiş bir adamı yenidən hakimiyyətə gətirmək istəyirsiniz? Amma xalq arasında ən nüfuzlu adamlardan biriyəm, hamı məni xalqın adamı kimi tanıyır. Ayaz Mütəllibovdan daha yaxşı sizə sədaqətlə qulluq eləyə bilərəm deyə təzyiqlər eləyir ki, onu hakimiyyətə gətirsinlər. Bu faktdır. Bu haqda Ayaz Mütəllibovun xatirələrində var. Bu mövzu yazıb. Əlbəttə ki. Deyir ki, Rəhim Qaziyev o çalışır ki, gözü gəlsin. Qraçov məsələləri mən deyil, Yeltsin əllə eləyir. Onu hökmən Yeltsinlə danışmaq lazımdır, razılaşmaq lazımdır deyir. Və nəhayət Rəhim Qaziyev bu razılıq ala bilmir. Qraçov təbii ki, istəyərdi ki, Rəhim Qaziyev olsun. Onun əlindən də Azərbaycanda milyardları mənimsəsin. Qraçova bu daha uyğun gələn bir yanaşmaydı. Amma təbii ki, Rusiyanın siyasi elitası Ayaz Mütəllibovun üstündə dayanır. Ayaz Mütəllibovun yenidən hakimiyyətə gəlməsini təşkil etmək üçün böyük aksiyalar keçirilir və Şuşa Laçın uğursuzluğu da onun üzərinə gələrək Ayaz Mütəllibovu vəzifəyə gətirirlər. Ayaz Mütəllibovun prezident gəlməsindən ən çox qıcıqlanan Rəhim Qaziyev olur. Böyük bir həyəcan içərisində olur. Bu düşüncədə olan Rəhim Qaziyev Ayaz Mütəllibov gedəndən sonra da Moskva ilə kontaktlarını dərinləşdirir ki, özü gəlsin. O zaman hətta bəziləri deyir ki, Rəhim Qaziyev deyir, Şuşa getsə başıma çaxaram. Amma əslində Rəhim Qaziyev orada deyir ki, elə eləməyin ki, hakimiyyəti öz üzərimə götürüm. Rəhim Qaziyev o zaman rəhli yolla hakimiyyəti öz üzərinə götürmək istəyib, risk edə bilməyib. Bu güc, o potensial onda olmayıb, amma çevrəsində olan 5-10 nəfər çapulçu silahlı adamlar təkid ediblər. Təbii ki, Moskvada da bunun arxasında duran qüvvələr olub ki, sən götür, biz sənin arxandayıq. Rəhim Qaziyev qanmayıb ki, Moskva onu kullanır. Rəhim Qaziyev hakimiyyəti götürsəydi, onun arxasında dura bilməyəcəkdilər ki. Ayaz Mütəllibovun arxasında durmayan Moskva, Rəhim Qaziyevin arxasında duracaqdı, yox. Əksinə, Moskvaya lazım idi ki, Rəhim Qaziyev kimi adam siyasi və elmi cəhətdən milli dəyərləri dərk etməyən, dünyanı bilməyən hakimiyyəti ələ keçirsin, Azərbaycanda silahlı qarşı durma, ictimai etimadsızlıq yaransın və xaos içərisində bir Azərbaycan olsun. Bu, Rusiyanın planı idi. Rəhim Qaziyev də bu planın içərisində hər an yer almaq istəyən bir adam olub.